Qədir-Xum bayramının fəlsəfəsi budur ki, müsəlmanlar öz dəyərlərimizə sadiq olun. Hansı müsəlman ki, Peyğəmbər xəttinə sadiq olmayacaqsa, Peyğəmbər yoluna sadiq olmayacaqsa, Əli yolunu qəbul etməyəcək və dünyada rüsvay olacaq. Ki, bugün də görürük dünyada. Hansı müsəlman Əli yolunu qəbul eləmirsə rüsvaydır. Müsəlman qanının tökülməsində kömək eləyən müsəlmandır. Çünki Əli yoluna sadiq deyil. Çünki Əli yoluna baxmır. Qədir-Xum yəni bu. Qədir-Xum yəni Əli səni təyin elədim ki, qadının haqqı pozulmasın. Əli səni təyin elədim ki, güclü kasıbı zəifi əzməsin. Əli səni təyin etdim ki, rüşvət hakim olmasın. Səni təyin etdim ki, ədalətsizlik hakim olmasın. Səni təyin etdim ki, pak insanların qədri bilirsin. Buna görədir. Yəni, kamil yaşayışın idarəçisidir Həzrət Əli əleyhissalam. Qədir-Xum yəni bu.